Yollanma aralık məsafəni təlləşə tezlikni daxlı varmı deyil. Yan başında maşin bilen neçə metr aralık saklashına tezlikni daxlı varmı yok mu? Tezlikni daxlı var. Demek yollanma aralık məsafənin tezlikə alakası yok. Tezlik aşkanda yollanma aralık məsafə aşışı gerek. Qaysı doğru? Tezlik aşsa yollanma aralık məsafədən aşışı gerek. Ushbu vəziyyətdə quvub ötüşdən sonra siz orta təsmədə, orta böləkdə qalışınız mümkünmü? Yox. Bu orta təsmədən bizə vaxtınca faydalanıb genişlətiş gerek. Cayımıza qaytışımız gerek. Şunun üçün ruxsat etilməyir. Çeklənən görünüş şəraitində arkağa hərəkətlənərkən transport xavfsızlığını təminləş üçün şərtişi gerek. Yol yaxşı görünməsə başqa şəxslərin yardımından faydalanış gerek. Uzaq davam etədən keng ravan yolda canlı tezlikdə köv vaxt yüksəklik oladı. Tezlik aslana oxşab görünüb qalamı? Əslində gedən sekin hərəkətlənətkənə oxşaydı. Piyadalar toxtab durgan avtobus və trolleybusni qaysi tomondan ötüşləri gerek? Avtobuslar, trolleybusların arkasından yol kesip ötülünədi. Şunda bir yandan yatırğan maşina görünədi da bu. Şununla ötsə. Eldindən ötsə görünmüydü o. Urup geçişi mümkün. Şunun üçün avtobus, trolleybusun arkasından tramvayını eldindən yol kesip ötülədi. Nasaz transport vasitəsini şətəkki alğan yengil avtomobildə yolaucu taşışı mümkünmü? Ertən bir gün bir corazı maşını buzuluq qaldı ya bir danışızı alıp ketəli tartıb desə. İçində adamlar düşürüb oturmayacaqlar. Vam, yani buzuk maşinam içində adamın düşürüb oturmaydı. Hər iki maşın yengil maşın olsa yolaucusu bilən getə verədi. Sizə göstərilən joyda yengil avtomobildə toxtaşga ruxsat etilədimi? Hazır bu barib toxtasa, bir yandan gələn maşın işəb ötədi. Çiziq basıb ötüşünə doğru gələdi. Çünki toxtaş mümkün emas bu yerdə. Ushbu holatda siz bajarishiniz lazım. Rasmni ulaytirib yana stop belgisi var. Stop çiziqi var. Neydə toxtaydı? Belgi teyindəmi, çiziq əldindəmi? Toxtaş çiziqi əldə də toxtaş. Toxtaş çiziqi aldı da toxtaş. Yolun qanday qismida hərəkətlənəyətkəndə güclü yollanma şamal xavfi artadı. Yani yapıq yerdə yürüyüb, əydəb barıb, birdən açıq yerə çıxsanız da şamal uradı var birdən. Şunda cavab, yolun yapıq qismidən açıq qismiga çıxışda boladı. Günün yarıq vaxtıda əhali punktlərdən təşqarıda, ahalidə emas, ahali punktdən təşqarıda yine bu quvub ötülə maşının etibarının şəb cəlb etsə boladı dedi. Bir də faqat çıraqlarını yakıb öçürüş boladı. Tavuş işarəsini kollaş vam boladı. Səbəb ahalidən təşqarıda dət tutdu. Ahalidən təşqarıda bolsa signal bassa boladı. Bu savol əgər ahali punktləri də dək kəsə quruğuna faranı yakıb öçürüş boladı. Ahalidən təşqarıda dək kəsə ikisəm doğru boladı. Toxtab turuş qaydasını kim buzdu? Yani azı bu belgin teyindən nişəb qoyuş gerekliliği göstərilən. Yani bu doğru qoydu şuna oxşab. Bu xata qoyğan kim buzubdu? Fakat bu qaydanı buzdu. Tormuz tizimi işləməydiğən avtomobilinin vəzni, yine bunun tormuzu işləmiydi. Sizin vəzninizin yarımından artıq dedi. Çünkü halətdə bunu tartıb biləsənmi deyil. Bunu tormuzu işləməsə, yine bunu itələk getədi ki o. Çünki bu cavab da taqiqlanadı boladı. Tərsi bolsa nə şunu? Bunda bolar ədi. Yakılığı bilən təminləş tepkisini keskin tezlikni aşırış üçün baskanda, indi qazını birdən baskanda avtomobil sırpanışı başlasan şətiş gerek. Gazlı basmadık sırpandı. Gazlı basması gerek. Yani bir savalam geldi o toxtaş tormuz basmadığın sırpandı da. Tormuz basmaslık gerek demek. Eğer gaz bassan sırpanadı olsa gaz basmaslık gerek. Cevap. Tepkiye təsir etuvchi gücünü kəməytiriş gerek. Gazını kəməytir deyildi də. Yengil avtomobilga qaysi yönəlişlərdə hərəkətlənişə ruxsat etilədi. Bir də belgimiz doğruğa yür də tutdu, lekin kim aytib tutdu? Yük maşina değişti bu belgi. Bir de yengil maşina hiç alakadar yeri yok bu belginin. Şunda cevap, yengil maşinimiz halan tərəfə yürüb bilədi. Qaysi yol belgiləri qayrılıb alışga ruxsat berədi.
Bu 4 belgide de qayırlı basa boladı. Heç qaysı biri sizlərə qayırlı olmağa demeydi. Prosta strelka göstərən tamana yürüsənizdə oldu. Yani ona yürüyüş gerek bunda çəpə yürüyüş gerek bunda ne? Çəpə yürüyüşlər bunda. 10 apta uzun yolu. Bunda ona yürüyüş gerek. Çəpə yürüsən çəpə apta uzun yolu. Lakin 4'sündə hem qayırlı basa boladı. İndi şu ötürmeyindir. Şu boyunca yine bir savalı bak. Kaysı belgi çəpə get takıklı dedi. Yine bunda çəpə get önməz. Doğru mu? Ona yüzət tuttu bu. İyi bunda çəpə get önməz. Çəpə apta uzun yolu var. Şunda kaysı belgi çəpə geçişini takıklıdır dese A bilen D boladı. Kaysı belgi kayrılışa ruxsat berədi dese hemməsi boladı. Yönəlişi transport vasitəsi bekatdan taşqarıda yol çetidən qo'zg'alayotgan bolsa, yönəlişi transport vasitəsiga yol verişiniz kerakmi? Avtobuslarımız, trolleybuslarımız birgina holatda imtiyoza ega. Bu ham aholi punktida ostanovka, ya'ni bekatdan harakat boshlab turganda. Bir bekat emas bu. O'zi bunday yerda avtobusni to'xtab odam tushirishi mumkinmi? Mümkün emas. Bu yerda bir sizlarni sinab qo'yib qo'ydi-da, shunday holatda yo'l berasanmi deb. Yo'q. Buning holatda yo'l ham berilmas, buning holatda to'xtab odam ham tushirib bilmaydi. P belgisinde. Quruq ob-havo sharoitida asfalt betonli qaplamalı yo'lda harakatlanayotgan haydovchi yağmur yağib boshlasa ishlatishi kerak. Yo'l quradi, yağmur yağib boshladi. Tezroq uya borishmi yo tezlikni kamaytirib ehtiyot bo'lishmi? Tezlikni kamaytirishi va ehtiyot bo'lishi kerak. Bular fana oid, bu yo'l harakatine oid test emas bu. Bu xavfsizlik asoslari degan fan bor. Shunga oid test bu. Buni hech yerda shuning qoidada yozilib qo'ygan yeri yo'q. Yağmur yağsa tezlikni pasaytir deb. Masalan 70-20 shu ruxsat berib qo'ygan. Qonun bo'yicha 70 yurish haqqing bor. Yağmurda ham, qorda ham. Ya galolyotda ham 70 yurish haqqing bor. Endi prosta xavfsizlik uchun yağmurda, qorda, buni sirpanchiqda tezlikni pasaytirish kerak. Tushundingizmi? Shuning uchun fan oid emas bu testlar. Aholi punktlariga tegishli yo'l harakati qoidalari qayerdan boshlanadi? Общийsi so'ralsa, aholi punkti nimani bildiradi desa, 522, 525 belgilarini, aholi punkti qayerdan boshlanadi desa, 522 yo'l belgisinden boshlanadi deymiz. Ushbu yo'l belgisi ta'sir oralig'ida sizga odam tushirish yoki chiqarishga ruxsat etilami? Şu belgi bo'yicha ko'p savol keladi. Shuning belgi turadi, odam tushirib bilasanmi? Ha? Odam tushirib bilasanmi? Ha? Odam chiqarib bilasanmi? Ha? Demak, bir tayoqlisida 10 minutgacha qalay ishlatsa bo'ladi. Odam olasanmi, odam tushirasanmi? Agar yana bu 327 belgisi bo'lsa, bu yerdan bir tayoqi bo'ladi unda. Unda odam olib tushirib qo'ymaydi. Buning turdagi, buning tipdagi belgilarning hech qaysisi taksilar aloqasi yo'q. Yengil taksilar bormi? Bularga hech qaysisining aloqasi yo'q. Burilish ko'rsatkichi bilan berilayotgan ogohlantiruvchi ishora qachon to'xtatilishi kerak? Shuni yoqib qo'ygan pоворот qachon to'xtaydi? O'tgandan keyin bitta yuribmi, o'tishi bilan sirazimi? O'tgandan keyin endi bizlar o'ngga yoqib ketmakimiz shart emas-ku, o'tib bo'ldik ham. Hozir o'tgandan keyin ham pоворot yonib boraversa, bir o'ngga girjaki bo'lib qoladi. Shuning uchun siraz o'tishi bilan darhol pоворot o'tishi kerak. Javob: manevr bajarayotganda manevrni bajarishdan oldin, manevrni bajargandan so'ng darhol. Ikinci cevap doğru.